Salam. Bildiyimiz kimi 9-cu siniflərin buraxılış imtahanına çox az günlər qalıbdı. Hər il olduğu kimi bu il də həmin imtahana düşə biləcək iki mövzudan sizə danışacağam. Bu mövzular çoxluqlar və ehtimaldır. Və bu mövzular üzərində hərəsinə aid bir sual izahına baxacağıq. Çoxluqlar. Euler-Venn diaqramına görə A çoxluğu fərqlidir B-yə daxil olan ədədlərin cəmi, B çoxluğu fərqlidir A-ya daxil olan ədədlərin cəminə bərabər olarsa, A və B çoxluqlarının kəsişməsinə daxil olan ədədlərin cəmini tapın. İlk növbədə A çoxluğu ilə B-nin fərqi, yəni bu odur ki, A-da olan B-də olmayan ədədlər, yəni 1 üzərinə gəlsin 9, üzərinə gəlsin x, bərabər olmalıdır B-də olan A-da olmayan ədədlər, 3 üzərinə gəlsin 5, üzərinə gəlsin 2x. Buradan 10 çıxılsın 8 bərabərdir x alarıq, x bərabərdir 2 tapırıq. X-i 2 tapdıqdan sonra A və B-nin kəsişməsi, yəni onların hər ikisində olan ədədlər 6 və 4x, x-i 2 tapdıq, 4 vurulsun 2 və bunların cəmini soruşur. 6 üzərinə gəlsin 8, bərabərdir 14. Torbada n qara, m sarı və 5 qırmızı kürəcik var. Təsadüfən seçilən bir kürəciyin qırmızı olması hadisəsinin ehtimalı 4-də 1-ə, qara olması hadisəsinin ehtimalı isə 5-də 3 olarsa, torbada neçə sarı kürəcik var? Ehtimal düsturuna görə ümumi halların sayı məxrəcə yazırıq. Yəni burada bütün kürəciklərin sayı n qara, m sarı və 5 qırmızı kürəcik var. Təsadüfən seçilən bir kürəciyin qırmızı olması hadisəsinin ehtimalı verir. Yəni qırmızı kürəciyi də sürətə yazacağıq və bu 4-də 1-ə bərabərdir. Sonra deyir ki, qara olması hadisəsinin ehtimalı. Qara olması hadisəsini deyirsə, bu dəfə sürətə qaranı yazırıq. Yenə də eyni qayda ilə kürəciklərin ümumi sayını məxrəcə yazırıq. Bu da 3 bölünsün 5. Buradan tənlik alırıq. Çarpaz vuraraq birincidə, yəni 4-ü 5-ə. Biri də məxrəcə vururuq. Biri məxrəcə vuraq. N üzərinə gəlsin M, üzərinə gəlsin 5. Bərabərdə 4-də 5-ə vurub 20 alarıq. Eyni qayda ilə burada da 5 vurulur sürətə, 3 vurulur məxrəcə. 2 dəyişənli tənlik alırıq, sadələşdirək. Birinci tənliyin hər tərəfini 2-yə vuraq. İkinci tənlik olduğu kimi yazaq. Bunları tərəf-tərəfə toplasaq, mənfi 2n, müsbət 2n gedər. 5m bərabərdir. 30-dan da mənfi 15-i toplayanda 15 qalar. Buradan da m bərabərdir. 15 bölünsün 5 bərabərdir 3 edər.